Bəli dostlar, gəldik indi ilk restoranımız adı Pushkindir. Güzel puanı deyim, puanı 4.8'dir puanı. 10 üzərindən deyirsən? Yox, 5'dən 4.8. Deməli, göstər restoranı hansıdır? Pushkin göstər. Bəli dostlar, bir dənə susun. Dostlar, bəli siparişlərimiz gəldi. Bir dənə dürüm yedik, bir dənə dönər. Tadına baxasaq bir-bir. Dostlar, indi çıxmışıq çölə, fikrimizi bildirəcəyik ki, uzaqda hər birimiz təhlil edəcək fikrini, heç kimə mani olmasın. Bəli, deyib uzaqda deyəcək fikrimizi, amma getdik. İnterior olaraq məncə qəşəng yer idi. Yəni, ailəvi restoran, dost. Bir dəfə də oturmuşam. Ben burada bir də porsiyon dönər yedim, o qədər xoşuma gəlməmişdi. Amma indi lavaşla toyuq dönər yedik, özünüzü gördünüz dost da bəyək. Lavaş ideal idi, lavaşı mən çox xoşladım. Hələ yəni, bir an fikirləşmiş bəlkə bir dənə lavaş yeyim. Lavaş qəşəng. Toyuq dönərdə çörək. Yəni normal, yəni wow da deyildi, belə pis də deyildi, qəşəng idi. Sozları da sarımsaq sozuydu, sarımsaq sozu çox qəşəng alınmışdı. Lavaş ideal idi. Çörək 10 üzərindən lavaşa verirəm 9, çörəyə verirəm 6. Öpürəm. Bəli dostlar, adaya veda edən isim Fariz oldu. Dönərləri bəyəndim, tadı normal idi, amma yəni Bakının ən yaxşı dönəri budur desəniz inanmaram yəni. Çox da belə wow deyildi. Belə servis normal, dönər tez çox tez gəldi bu arada dönərlər. 2 dəqiqəyə falan gəldi, o cəhətdən yaxşı idi. Dadı da ortaydı, yəni 10 üzərindən puanım. Buranın puanı şeydir, 5 üzərindən 4.8'dir. Ona çevirəndə 9 nöqtə nə qədər edir, amma mən bura 10 üstündən 8 falan ancaq verirəm. Bəli, mən bu qədər. İndi o tərəfə çək, mən gedirəm. Salam, ben Fariz. Ola nə deyirsən? Hə, indi dəyərləndirək. İlk öncə girən kimi qapını afisantlar açdı, bu xoşuma gəldi. Bir də əziyyət çəkib qapı açmadım. Atmosferi yaxşıdır, pis deyil də. Ab havası belə, təmizliyi yaxşıdır. Plusdan musiqi qoşdular. Qiymətləri ortalama neçə idi? 8 elədir. Nə neçədir? 85 qəpik idi ya ayran. Ayran biraz bahadır. Dönər zad yaxşıdır, pis deyil. Dönər o qədər də bəyənmədim. Amma başqa şey idi. İndi bilmirəm 10 üzərindən verdilər hə onlar. 10 üzərindən. 10 üzərindən deyim də. 10 üzərindən 8 verirəm. O 2 xalda nəyə görə? Dönəri tam o deyil idi. Lahmacun yeyərəm amma lahmacun nə idi? Adı ora lahmacundur. Lavaşdan yeyərəm amma dönərdəkini yemərəm də. Yəni. Heç nə. Sağ ol Yusuf.